Azərbaycan bazarına daxil olmaq istəyib, amma daxil ola bilməyən markalar var da. Onlardan biri Peugeot Citroen'dir. Sonra Opel Azərbaycanda hal-hazırda çoxlu Opel sürülür. Amma hamısı köhnədir, təzələr çox azdır. Volvo pis maşındır. Kimsə ona pis deyə bilər? Yox. Bəs niyə satılmır Azərbaycanda? Məncə Volvo'nun emosiyası azdır. Onda kiməsə görəsə pisdir. Kiməsə görə ola bilər pis. Biz müqayisə edirik ki, məsəl üçün Volvo-nu Alman üçlüyü ilə, nəinki bizdə, ümumiyyətlə dünyada Volvo emosiya baxımından o üçlüylə Yox, gəl hələ emosiyaya keçməyək. Çünki Əli hələ ki təhlükəsizlik nöqteyi nəzərdən başladı. Gəl bir onu keçək, sonra keçərik emosiyaya və ümumiyyətlə avtomobili alan hansı meyarlarla onu alıb? Bax, birinci avtomobili alanda dəxli yoxdur, Çin maşını alırıq, Avropa alırıq, nə alırıqsa. Biz gərək birinci maşından gözləntimizə baxaq ki, o maşından nə gözləyirik. O gözləntimizi müəyyən etsək, ondan sonra Çin maşını Çin kimi yaxşıdır, Avropa kimi, Yapon da ki, Yapon kimi. Amma məsələn, mən indi müqayisə edirəm, Çin avtomobili aşağı olan sinifdə olan Yaponiya avtomobili ilə eyni qiymətə bazarda təklif olunur. Bir çox hallarda mən deyərdim ki, Çin maşını həmən o dediyim rəqiblərini üstələyir. Yəni, deyək ki, eyni qiymətə maşın alırıq, şərti rəqəm deyək ki, 50 minə. 50 minə bir Çin maşını alırıq və 50 minə köhnə texnologiyaları olan Yapon maşını. Mənim köhnə texnologiyaları niyə? Çünki köhnə maşın alırıq da, işlənmiş maşın. İşlənmiş maşın alırıq. İşlənmiş maşın. Çünki eyni klassda olsa, eyni maşın, onun qiyməti yuxarı olacaq da. Bəli, məsələn, aşağısı bir 15-20 min yuxarı olacaq. Biz köhnəyə baxırıq. Köhnə texnologiya olan Yapon maşını, yeni Çin maşını. Mən məsələn, öz təcrübəmdən deyə bilərəm. Belə bir təcrübəm olub mənim. Yəni bir aşağı klassda olan Yapon maşınım var idi və onun üzərində daha üst klass, eyni qiymətə olan bir Çin maşını ilə dəyişdim və o Çin maşınında sürəndən sonra Çin maşınındakı o təcrübəni gördüm və ondan sonra qərara gəldim ki, bu maşın Yapon maşınından qat-qat yaxşıdır. Söhbət həmən mənim sürdüyüm Yapon maşınından gedir. Təzə Çin maşını məni niyə razı saldı? Birincisi, Çin maşını salonun genişliyinə görə, yəni o özündən aşağı klassda olan, özündən... Salonu genişdir, monitorları böyüdür, bəlkə də komfortludur, çünki masaj funksiyasına qədər hər şey var. Amma biz birinci meyar olaraq hələ ki təhlükəsizliyi qoyduq ortaya. Təhlükəsizlik baxımından Çin maşını həmin o köhnə Yapon maşınından eyni idimi? Aktiv təhlükəsizlik sistemlərindən danışırıqsa, Çin maşınının da olan təhlükəsizlik sistemləri daha çox idi o Yapon maşınından. Yəni say olaraq. Bunların hamısını test eləməyə vaxtımız oldu mu və yaxud etdikmi, etmədi. Yəni hamısını test edə də bilmədik. Ya da aparıb divara da vurmadıq. Onu da eləmədik. O bir dəfə sənlə bir test eləyəndə biz sərnişin yox, piyada təhlükəsizliyini yoxlayırdıq. Yəni onu da eləmədik. Amma belə ümumi idarə olunanda avtomobildə mən geri qalan bir şey görmədim. Üstün olmasını da deyə bilmərəm, amma geri qalmadı. Hətta bəzi şeylərdə artıq oldu.